استاد بزرگوار رئیس محترم کانون شعر و ادب آذربایجان استاد دکتر علی محمدی. بسم الله الرحمن الرحیم. Eşkiden her kim ki yetti cavmesin, məşuqundan aldı paçlıq naməsin. Vav yeger gözdən sala eşq aşıqı, bir qanatsız quş olar eşq aşıqı. İndi dostlar dinləyin bir dastan, eylə bir o bizlərin halın bəyan, eyləyir o bizlərin halın bəyan. Şərif Məsnəvidən ilham alıb və məclisdə olan tamam hörmətli ustadlara, təriqətçilərə, şairlərə, yazıçılara, Ustad Barışmaza və onun bu əzəmətli konqresin təşkil verənlərdən həm təşəkkür edirəm, həm ərz ədəb və həm salam. Məsnevi mənəvi sərasər izhar ədəb və eşq idi nisbət به بارگاه پرعظمت عشق. Amma eşq Mevlana'nın nəzərində elə bir əzəmətli və dərin bir məfhumu vardı ki, Mevlana minlər beyt eşqidən yazandan sonra, tosif edəndən sonra genə də deyir ki, bəxti eşqə baxıram, mahiyyət eşqə baxıram, eşqidən utanıram ki, niyə eləyə bilmədim haqqı mətləbə əda edəyəm. Hərçə guyəm eşq ra şərh و بیان چون به عشق آیم خجل مانم از آن. Eşqin cazibəsidir ki, bizləri bura yığır. Eşqin cazibəsidir ki, məsnəvi oxuruq. Eşqin cazibəsidir ki, bir iddə məsnəvini tərcümə edirlər, təfsir edirlər. Və inanıram ki, bu əsrdə məsnəvinin vaqei aşıqlərindən biri Ustad Barışmazdır. Onun Şərh-i Ənvəri oxucuya bu hissi verir ki, doğrudan da elə bir Moğlavi məsnəvini türk dilində deyib, ya behtər türk dilində zikr eləyib, təfavütü beyni verd və zikr. Və o xəlvətində zikr eləyəndə Barışmaz elə bir onun katibiymiş. Ya katiblərinin biriymiş. Ustad Barışmazın Şərh-i Ənvəri bu nəzərdən də çox əhəmiyyətlidir ki, İran-Azərbaycan türkcəsində Moğlavinin məsnəvisindən birinci izah və birinci tərcümədir. Türkiyədə çoxlu tərcümələr və şərhlər məsnəviyə mənəvidən olunubdur. Muntaha bizim İranda və Azərbaycanda türk dilində əvvəlin در واقع bir əsərdir ki, Türkiyə tərcümə olunub və şərh olunub. Əvvəlinlər həmişə mandıqardılar və Şərh-i Ənvər bizim tarix ədəbiyyatımızda hətmən qalarcı olacaq. Be cəhəti bu ki, əvvəl işdir. Şərh-i Ənvərin Türkiyədə tərcümə olan əsərlərə bir ayrı imtiyazı da var. O budur ki, onlar hamısı nəsrə tərcümə olunublar. O hətta kimin ki, bəndə bilirəm, o şərhləri ki, bəndə vardı. Muntaha Şərh-i Ənvər tənha tərcümədir ki, mozundur. Yəni, rədif və qafiyə də hifz olunubdur və bu, məharət və qudrət Barışmazı göstərir. İcazə istəyirəm ki, həm özüm vaxtı dəqiq riayət eləyəm və həm ərz edeyim xidmətsə, nümunə üçün bir neçə beytin Barışmazın müqayisə eləyəm Türkiyədə tərcümə olan
kitablarla. Neynamənin əvvəl beyti Nikolsonun əvvəl çaplarına görə dostlar bilirlər, bu beytlə başlanır. 5 növezney çon hekayet mi kund, az cüda iha şikayet mi kund. Və məruf da budur, əğlab kitabhay dərsidə və danışqahıda demiyorlar ki, bu zəbt çox tanışdır dostlar, kitab oxuyanlar. Amma Məsnəvinin lap qədimi nüsxəsi Quniyyə nüsxəsi adlanır. Bu beyt belə gəlibdir. 5 növin ney, yəni əvəzi bestəpəcayı əz in gəlibdir. 5 növin ney çon şikayət mi kund. Hekayətinin də şikayətin yeri əvəz olubdur. 5 növin ney çon şikayət mi kund. Az cüda iha hekayət mi kund. Nəzərimə belə gəlirdi ki, həm Türkiyə mütərcimləri və həm Ustad Barışmaz çoxtər nüsxə Quniyyədən istifadə ediblər. Amma Ustad Barışmaz bu beytidə demiyorlar ki, bir edğami az nüsxə Nikolson və Quniyyə demiyorlar nəzəri varmış və hər ikisindən faydalanıbdır. Niyə ki, ərz edim xidmətsə, məsələn, Profesör Ədnan İsmailoğlu belə bir tərcüməsi vardı əvvəl beytidən. Dinlə bu ney nasıl şikayət ediyor? Ayrılıkları nasıl anlatıyor? Dinlə bu ney? İn ney? Yəni, həman və istirah nüsxəyi Quniyyə. Ya Tahir Ülgün bu tərcüməsi var. Şu neyin nasıl şikayət etməkdə olduğunu dinlə. Yine şu neyin, yani bu neyin, in ney, onun nevası ayrılık hikayəsidir. Barışmazın tərcüməsi mənim nəzərimə hər iki nüsxəni tədayi edir. Yəni həm Nikolsonunsun əvvəl beytidə və həm Quniyyəninkin. Gəl eşit neydən şikayət eyləyir. Gəl eşit neydən. Yəni, əz ney, yəni bu olar məsələn Nikolsonun ki. Amma bəsə şikayəti gətiribdir, nə hekayəti. Gəl eşit neydən şikayət eyləyir, ayrılıqlardan hekayət eyləyir. Gəl eşit tərcüməsi mənim nəzərimə çox dəqiq intixab olub. Gəl kəlməsi Neynamənin در واقع şəni nuzulun da bir növ tədayi edir. Əsatid buzurgvar bilirlər ki, bəd az qeybət-i şəms, Həsaməddin Çələbi Mevlana'ya deyir ki, sən də sənait təkin, əttar təkin, bizə bir kitab yaz, öz halat-ı ruhuvu bizə və şahidlərə və ati nəslərə yadigar qoyunan. Hala bir iki rəvayətlə o cələsədə ya bir ayrı cələsələ monalına gəlir, dəstar ki qoyarmış başına, dəstara açır və xitab Həsaməddin Çələbi deyir, han bigir, in həman است ki to می‌خواستی, han gəl, oxu və bexan. Və vaxt oxuyur, ərz edirəm xidmət, gəl eşit, istəyirəm onu ərz edəyəm xidmətsə. Həsaməddin vaxtı açır, 5 növin ney چون شکایت می کند از جدایی ها حکایت می کند کز نیستان تا مرا ببریده اند از نفیرم مرد و زن نالیده اند. مرد و zən Türkiyə tərcümələrinin çoxunda erkək və qadın məna olunub. Bəni kamışlıqdan kəstiklərindən bəri fəryadımə qadın erkək ağladı. Profesör Ədnanınkidir. Dərgah Uruz və Tahir Mevlevi də buna yaxın bir tərcümələr ediblər. Amma Barışmaz da Ənqirəvi kimi mərd و zəni kəsrət-ə aləmə ya kəsrət aləminə bir təmsil görür. Yəni mərd و zəndən tək qadın və erkək deyir. O ki mütərcimini əlbəttə xub düzdür də qələt deyir. Amma bərdاشtı ərz edirəm ki, Barışmazın bərdاشtı çox dəqiqdərdir.
مرد و زن bir təmsildir tamam mövcudat xilqətdən. Buna görə deyir ki, ta qamışlıqdan üzüldü ülfətim, ağladıb dünyanı sonsuz mihnətim. Ağladıb demir də qadın ya erkək, ağladıb dünyanı sonsuz mihnətim. Sinə xواهم şərh az fəraq, ta بگویم şərh dərd iştiyaq. Haman təkid və haman hiss və həsrət ki, Mevləvinin hicridən parça olmuş qəlbin üstündə varıdır, təkcə Barışmazın tərcüməsində özünü göstərir. Hicridən yanmış ürəkdir istəyim, hicridən yanmış təkid var. Hicridən yanmış ürəkdir istəyim, iştiyaqın ağrısın ta söyləyim. Deməli, Neynəmənin hamısını Versat müqayisə eləmişəm, amma qərar bunadır ki, vaxtı həm biz rəayət eləyək və həm Süxənranlar və həm onlar ki, məqalə oxurlar və şeir oxurlar. Ona görə qalmış beytlərin müqayisəsindən sərfi nəzər edib və Ustad Barışmazın dərin tərcüməsinin həqqində bundan artıq danışmağı xamlıq bilirəm. Çox danışanın ocu açılır da, ona görə xamlıq deyiblər. Və bu beyt ilə, elə Mevləvinin beyti ilə sözümə xatimə verirəm. در نیابد حال پخته هیچ خام، پس سخن کوتاه باید والسلام. Barışmaz da belə tərcümə edib ki, pişmişin halın gözəl, xam anlamaz, qıssa gəl, xami yetişmiş danlamaz. Səbr-i hövsələnizdən təşəkkür edirəm.